أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيد الأنبياء المرسلين أبي القاسم محمد اللهم صل على محمد وعلى وصيه وخليفته يعصم الدين أمير المؤمنين علي بن أبي طالب وعلى قرة عين الرسول الزهراء البتول وعلى الحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة المهدي العسكري اللهم صل على محمد ومحمد عجل الله تعالى فرجه الشريف روحي وأرواح العالمين لترابه مقدمه الفداء. قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم فاستبقوا الخيرات صدق الله العلي العظيم. أيها المؤمنون أوصيكم ونفسي بتقوى الله. Aziz müminler, sizi ve özüm təqvaya dəvət edirəm. Allah Teala bizi təqvanın əhlindən qərar versin inşallah. Allah Teala Quran-ı Kərimdə buyurur, mübarək ayə-i şərifə, xeyir işlərdə bir-birinizlə yarışın. Xeyir işlərdə, Bəqərə 148, Allah Teala buyurur, xeyir işlərdə bir-birinizlə sibqət eləyin. Sibqət yəni müsabiqə sözündəndir. Bir-birinizi keçməyə çalışın. Ayənin təfsirində İmam Sadiq Əleyhisselam buyurur ki, xeyratdan məqsəd bizim vilayətimizdir. Yəni bizim vilayətimiz üçün bir-birinizlə yarışın. Bu yolda xidmət eləmək üçün bir-birinizlə yarışın. Əhl-i-Beyt əleyhissalamın vilayətində neçə dənə vəzifələrimiz var. Biri də budur ki, burada əlimizdən gələn hər bir vasitə ilə bəzən müəyyən şeylər bizi çəkindirir, müəyyən şeylərdən narahat oluruq, filan şey olmaz. Xeyr, bunlar hamısı bəhanədir. Eləyə bilən üçün, iş görə bilən üçün, iş görmək istəyən üçün bəhanə yeri yoxdur. Bir dövr olub ki, məsələn, biz böyüklərimizdən eşitmişik, deyir ki, çox arzuluyurduq ki, bir cavan ölənimiz olsun, onu bəhanə elib İmam Hüseyni əzad saxlayaq. Elə bir dövr olub ki, bu cürünə saxlayıblar və ya gəlirdilər məscidlərin o ölüyən yerini yanında dayanırdılar ki, o ölü yiyəsindən halallıq alır, icazə verir sizin ölünün üstündə ağlayaq İmam Hüseynə. Mənim əlimdən nə vasitə gəlir, mən düşdüyüm durumda, ümumiyyətlə biz bir dənə sual verməliyik ki, biz İmam Hüseyin məclisində niyə varıq, İmam Hüseyindən nə istəyirik, o bizdən nə istəyir, niyə əzan saxlayır, niyə ağlayırıq? 1400 il bundan qabaq olmuş bir hadisədir. Çünki bayaq dedik, əgər bir adam Allaha, Qurana iman gətiribsə, axirət gününə iman gətiribsə, vəzifəsi budur ki, gərək Allahın dostu ilə dost, düşməni ilə düşmən olsun. Təvəlla, təbərra var. Təvəlla, təbərra budur ki, Allahın dostu ilə dost olasan, düşmənindən də uzaq durasan. Bunu da əməli şəkildə göstərəsən. Yəni, əməli şəkildə sübut eləyəsən ki, Allah, mən sənin dostunla dostam, düşməninlə düşmənəm. Məşhur bir hədisdir, məşhur bir hadisədir. İbrahim əleyhissalam ocağa atılanda, bəzi rəvayətdə deyirlər, qarışqa olub, ya qurbağa olub ki, gətirir ocağa su atmağa. İbrahim əleyhissalamın o yandırılacağı ocağı Nəmrut rəhnətullahi əleyh 6 ay odun yığıb ora. 6 ay çox nəhəng bir ocaq idi. Neçə kilometr bizim dinləndirsək uzaqdan onun şöləsi istiliyi insanı təsir eləyirdi. 6 ay yığılan bir ocağı insan da su daşısa söndürə bilməz. O ki, qalır bir qarışqa ola. Dedilər ki, sənin gətirdiyin su o ocağı söndürməz. Deyir ki, bilirəm söndürməz, amma mən göstərəm ki, Allah dostunun yanındayım, Allahın vəlisinin yanındayım. Allah bir dənə qarışqa ilə sənə mənə dərs verir, ibrət verir ki, biz bəli din saxlamırıq, biz İmam Hüseyni saxlamırıq. Mən heç özümü saxlaya bilmirəm. Bir dənə imtihan çıxır qabağıma, ayağımı laxlayır. O, üzrsən bir kobud bir ifadə var, el dilində deyir ki, filan kəs özünü yandırdı.
Bir dənə imtahan çıxır qabağıma, ılaxlayıram. Ayağım silkələnir, şəkkə düşürəm, şübhəyə düşürəm, əməlimdə naqisliyə yol verirəm. Mən heç özümü saxlaya bilmirəm. O ki, qala İmam Hüseyni saxlayam, Quranı saxlayam, dini saxlayam. Əbrəhə Yəmən hökmdarı fil hadisəsi məşhurdur. Quranda surədə də var, Fil surəsində. Yəməndən gəldi, Kəbənin əzəmətindən bir paxıllıq yaranmışdı onda ki, gəldi o fil ordusu ilə Kəbəni dağıtmağa. Peyğəmbərin babası Cənab Əbdülmüttəlib Məkkənin rəisi idi onda. Onun da dəvələrini oğurlamışdı onun əsgərləri. Əbdülmüttəlib rəhmətullah əleyh gəldi Əbrəhənin qarşısına. Tarix yazır ki, Əbrəhə o kişinin ehtiramına taxtında dayana bilmədi. Düşdü yerə, gəldi ona yaxınlaşdı. Dedi ki, sənin əsgərlərin mənim dəvələrimi aparıblar. Deyərsən onu qaytarsınlar. Əbrəhə deyir ki, mən sənin ehtiramına taxtımdan düşdüm, amma sən məndən çox ucuz şey istədin. Mən gözləyirəm deyəsən ki, Kəbəni dağıtma, Məkkəyə aman ver. Peyğəmbərin babası orada çox gözəl bir tarixi cümlə buyurur. Deyir ki, mən dəvələrin yiyəsiyəm, Məkkənin yiyəsi var. Ki, Allah da sübut elədi, göstərdi ki, Kəbəni necə qoruyur. İndi biz dinin yiyəsi deyilik. Bizim üzərimizə düşən vəzifələrimiz var. Bugün İmam Hüseyn məclisində əyləşməkdir birinin vəzifəsi, birinin məclisi danışmaqdır, birinin vəzifəsi oturmaqdır, birinin vəzifəsi qulaq asmaqdır, birinin vəzifəsi ağlamaqdır, hər hansı bir vasitə ilə. Və ya məsələn, buradan gedirsən evinə, məsələn, gələ bilməyənlər var, iştirak eləyənlər, ailə, uşaq, yaşlı, valideyn, xəstə. Biz səfirik də burada, İmam Hüseyn məclisinə mənə nə gətirmirsən? O gün bir möminə xanımlardan biri danışırdı, deyir, gedib məclisdən evə, uşaqlar körpədə, deyir ki, hara gedmişdin? Ana deyir ki, mən gedmişdim İmam Hüseyn məclisinə, məsələn, danışıb, məsələn, onun xeymələrini belə yandırdılar filan. Uşaq qayıdıb ki, körpə uşaqdır. Mən deyir, böyüyəndə deyir, yanıq söndürən olacam, o yanan çadırı söndürəcəm, deyir. Biz səfirik, buradan nə aparırıq özümüzlə? Əzadarlıqdan çıxanda, İmam Hüseyn məclisindən çıxanda. Məsələn, maddi neymət olub təbərrük İmam Hüseyn məclisinə bir dənə bir ehsan, bir nəsə bir neymət olaraq, mənəvi olaraq İmam Hüseyn məclisinə nə götürürük özümüzlə? Bunlar hamısı bir işdir ki, gərəkdir onun üzərində düşünək. İmam Hüseyn bizə nə öyrədir, İmam Hüseyn bizdən nə istəyir? Bu sualların cavabını hər birimiz özlüyümüzdə axtarmalıyıq. Özümüz cavab verməliyik. Mən niyə varam bu məclisdə? Mən niyə İmam Hüseynə əzaz saxlayıram? Mən niyə öz atam dünyasını dəyişəndə heç qara giyinmirəm, İmam Hüseyn məclisində qara giyinirəm? Mənim qəlbimdə bu yanğı nədəndir? Bunun bir dənə izahın Quran Peyğəmbərimiz verir daha doğrusu. Peyğəmbər deyir ki, İnnə liqatlil Hüseyn hərarətun fi qulubil müminin. Möminlərin qəlbində var. Hüseynin qətlinə görə bir yanğı var, heç vaxt soyumaz. İmam Hüseynin adı gələndə istərsəməz adama bir yanğı gəlir, bir susuzluq gəlir, bir qəribilik gəlir, bir kövrəlmək gəlir. Quran-ı Kərimdə də buna işarə var. İndi bəzi o məşhur olub son dövrlərin, yəni belə desək, məşhur modda gedən belə desək, əqidələrindən deyirlər ki, nəsə Quranda var, var, yoxdursa yoxdur. Bir dəstəsi haqqı qəbul eləməmək üçün bu iradı tuturlar, bir dəstəsi də cahillikdən. Quranda Məryəm surəsində Allah Teala Həzrəti Zəkəriyanın övlad istəmək hadisəsini rivayət edir. Təfsirində dilimizə tərcümə olub o kitab, gedib baxa bilər. Uyun-i əxbar-i Riza, İmam Rızanın xəbərlərinin çeşməsi, tərcüməsi belədir. Bizim dilimizə də tərcümə olunub. Orada ayənin təfsirində deyir İmam Rıza əleyhissalam ki, Allah, Zəkəriya əleyhissalam Allahdan övlad istəyəndə Cəbrailin ağzını ki, Allaha bu 5 nəfərə ant ver. Allahümmə əntə məhmud bi haqqı Muhammed. Allahümmə salli ala Muhammed və Muhammed. Allahümmə entəl ə'la bi haqqı Ali. Allahümmə entə fatir bi haqqı Fatimə. Allahümmə entə muhsin bi haqqı Həsən. Allahümmə entə qədimul ihsan bi haqqı Hüseyn deyəndə Cəbrail ağladı. Zəkəriya əleyhissalam da dayana bilmədi, ağladı. Dedi ya Cəbrail, bu 5-ci ad nədir, bu mənim qəlbimi yandırdı. 5-cidə nə var belə, mənə təsir elədi. Cəbrail əleyhissalam başladı Kərbəlanı danışmağa. Bu sonuncu Peyğəmbərin övladıdır, onun ümməti bu övladın başına bu cür əziyyət gətirəcək. Kitablarda var, İmam Hüseyn əleyhissalam dünyaya gələnlərin 1 il ya 2 il sonra
hər il ya hər gün neçə min mələk gəlirdi. Peyğəmbərə başsağlığı verirdi, İmam Hüseyni görə gedirdi. Neçə min mələk gəlirdi, ya Peyğəmbər başın sağ olsun, başsağlığı, təziyə gedirdi. Ki, hadisəni də danışırdılar. Ya Cəbrəl, bu 5-cinin adında nə var? Mənim ürəyimi yandırdı, mənim qəlbim yandı. Cəbrəl İslam başladı Kərbəlanı danışmağa. Həzrət Zəkəriyyə daha şiddətlə ağladı. Dedi, mən də o cür övlad istəyirəm Allahdan. Ki, axırıncı, son Peyğəmbərə bu müsibətdə şərik olam. Onun kimi bir övladım olsun, onun kimi qətlə yetirilsin. İmam Hüseyin Aleyhisselamın bu özü bir başqa bir böyük bir mövzudur. Peyğəmbərlərə bənzərliyi. Həzrət Yəhya Aleyhisselam. Allah ona o cür bir övlad verdi Zəkəriyyə Peyğəmbərə uzun illər övlad çətinliyi olandan sonra. Və İmam Hüseyin Aleyhisselam kimi şəhadətə yetirildi, zinazadə bir insanın vasitəsilə və mübarək başı şəhadətindən sonra danışdı. Həzrət Yəhyanın başı da danışıb, İmam Hüseyin Aleyhisselamın başı bir neçə yerdə danışıb, bir neçə yerdə zikr eləyib, bir neçə yerdə də Quran ayəsi oxuyub, Kəhf surəsindən. Yəni, onun adı möminlərin qəlbində hərarət yaradır. İman gətirənlərin qəlbində hərarət yaradır. Yəni, hər adamın işi deyil İmam Hüseynə yas saxlaya bilsin, İmam Hüseynə qəlbi adam var, təbii olaraq bir fiziki xüsusiyyətlə ağlaya bilmir. Yəni, biz istəyirəm, məsələn, ailəsi, övladı, yaxını da dünyasında işin adam var, bu təbii bir xüsusiyyətdir, bu başqa bir şeydir. Ağlaya bilmir. Ən azından narahat olur. Çünki orada narahat olmamaq mümkün deyil. O adın özü bəs eləyir narahat olmağa. Ta ki o hadisələri görəsən, o müsibətləri görəsən, o müsibətləri eşidəsən. Ki adamı istər-istəməz bir narahatlıq yaradır, bir qəlb yanğısı yaradır. Həzrət Adəm, bayaq dedik, söhbət yadımdan çıxdı, Kərbəladan keçəndə başladı ağlamağa, dayana bilmədi. Ya Cəbrəl, bura nədir belə mən ağlayıram, mənə təsir, qəlbim yanır. İmam Hüseyin Aleyhisselam Kərbəlanın tərifində, o ki dedilər yerin adı Kərbəladır, bir də soruşdular İmam narahat olanda, dedi ki, bura niyə səni belə narahat elədi? Dedi, hahuna məhtəkun nisaina məzbahu ətfalina. Bura bizim qadınlarımıza hörmətsizlik olunan yerdir, övladlarımızın, körpələrimizin başı kəsilən yerdir. Quzu qurbanı kimi özdə. Quzu qurbanı, məzbahu ətfalina. Uşaqlıq, 70 neçə dənə uşaq Kərbəlada ya susuzluqdan, ya azlıqdan öldü. Ya atın ayağı altında qalmaqdan öldü. Ürəyi partlayıb ölənlər oldu müsibətdən. Təsəvvür elə, xanım Zeynəb bütün əsirləri yığıblar, Aşura gününün axırıdır, əsir vaxtıdır. Baxır, uşaqlardan ikisi yoxdur. Axtarırlar, baxırlar ki, bir dənə kolun dibində o su tökülmüşdü, yerə yeri yaş idi, sinəsini yapışdırıblar, ürək partlayıb ölüb uşaq. O sərinlikdən hiss eləmək üçün. Təsəvvür elə, müsibətin böyüklüyünə bax. İstər-istəməz təsir eləməlidir və Peyğəmbər də tərifində deyir, hərarətun fi qulubil mümin, heç vaxt sərinləməz. Hər il təzədir, hər il əzan saxlayırsan, hər il ağlayırsan, hər il eyni müsibəti oxuyursan. Məsələn, rozələri o qədər danışmış məddahlar, ruhanilər, xətiblər, beləcə əzbərləmişik. Amma hər il təzədir, hər il təsir eləyir adama. Hər il Əli Əsqərin oxlanmağa gəlir, adamın gözünün qabağına adama təsir eləyir. İmam Hüseyin Aleyhisselam çıxdı meydana, əlində Əli Əsqər, dedi ki, ay cəmaat, ənəbnu Nəbiyyukum Mustafa, mən sizin Peyğəmbərinizin oğluyam, baxın bu uşaq, unzuru vələd ya keyfə ya tələzza. Ərəb dilində tələzi deyilən bir söz var, o ki, balıq sudan çıxır kənara, partlayır, birazdan susuzluq ona qalib olur, artıq partlaya bilmir, ağzını açıb yumur asta-asta. Tələzi ona deyərlər, yəni Əli Əsqər ağanın susuzluğu, şiddəti o dərəcədə idi ki, halı yox idi tərpənməyə. Elə deyib, bir dənə asta-asta ağzını açıb yumurdu. Odur ki, əyildi İmam Hüseyin Aleyhisselam boğazından öpməyə, deyir ki, şimir hərməliyə dedi, bax, deyir, o uşağın boğazı necə gümüş kimi parıldayır, niyə dayanmısan? Odur ki, o atanın gözü qaldı. Neçə yer var Kərbəlada İmam Hüseynin sözü qalıb ağzında, biri də odur. Atanın gözü qaldı uşağın gözünə, baxa-baxa söz tapa bilmədi. İmam orada da uşaq qucağında şəhid oldu.
Yəni müsibət çox böyükdür. Bunun təsviri yoxdur, bunun bərabəri yoxdur ki, deyəsən bu müsibətdən var. Tarixdə bəli bizim də başımıza gəlib. Məsələn, Xocalıda elə hadisələr var ki, hər il oxuyuruq, hər il narahat edir bizi. Məsələn, o ana görüb ki, ermənilər gəlir, uşağı boğub ki, öldürsün. Nə var, cəmaatın həyasını xilas eləsin. Çox bu bizim üçün İmam Hüseyni qəbul eləmək bizim xalq üçün ona görə çətin olmuyor ki, taleyimizdə bu şəhadətə meyillilik var. O qardaşlardan biri danışırdı döyüş vaxtı Vətən müharibəsində ki, özünüz də bilirsiniz çətin oldu orada döyüşdə olan əzizlərimizlə əlaqə saxlamaq. Deyir, bir çətinliklə zəng tapmışam, vasitə tapmışam, anama zəng eləmişəm. Deyir ki, mənə cəmaatın oğlu şəhid olur, nə danışırsan deyir, niyə dayanmısan orada? Cəmaatın oğlunun tabutu gəlir bayrağla, sən deyir, mənə zəng eləyirsən, danışırsan mənimlə. Yəni, bizim üçün şəhadət, belə bir şey o, İmam Zeynəlabdin Əleyhisselam deyir, şəhadət bizim adətimizdir. Bizim üçün İmam Hüseyni qəbul eləmək tarixi bir şeydir, tarixi bir neymətdir. Tarixi bir böyüklükdir ki, odur ki, öz övladlarına deyiblər ki, gedin Azərbaycana. Təqib altında olub Əhl-Beytin övladları, gedin Azərbaycan, özlərinə buranın məsələni seçiblər. O müsibəti qəbul eləmək, o şəhadəti sevmək, o şəhadəti özümüzə adət eləmək. Odur ki, səbəb olub biz İmam Hüseyni daha rahat qəbul eləyə bilmişik, daha rahat yaşadmışıq. Əlimizdən gələn hər vasitənin o cürünə ki, çətin olub, bayaq dediyim kimi, cəmaat arzulayıb ki, o ateizmin o güclü olduğu bir dövrdə bir cavan öləyimiz olsun deyə ki, onu bəhanələyib İmam Hüseyni əza saxlayaq. Yəni, gör, necə bir uzalıqdır bu. Hətta böyük alimlərdən birinin yuxusuna girir xanım Zəhra, deyir, bizə Azərbaycanlılar kimi ağlayın. Ayətullah Burucerdi ki, böyük nəhəng alimlərdəndir, minlərlə müştəhid getirmiş adamdır Seyyid Hüseyin Burucerdi. Onun yuxusuna girir, deyir ki, bizə Azərilər kimi ağlayın. Deyib, xanım necə? Deyib ki, onlar oğlu ölən ana kimi ağlayırlar ona görə. Yəni, bizim üçün İmam Hüseynin belə bir dəyəri də var ki, bu dəyərə, bu nemətə həqiqətən şükür eləmək lazımdır. Allahı and verək İmam Hüseyin Əleyhisselamın ehtiramına, bu əzalı günlərə Allah and verək İmam Hüseyin Əleyhisselamın o Kərbəlada sözü danışa bilməyən halına, Allahı and verək onun müsibətli halına ki, əyləşənlərin, iştirak eləyənlərin, sizdən bizdən iltimas eləyənlərin, bu yığılmaqlarda maddi mənəvi zəhməti olanların, müşküllərin həll eləsin inşallah. Xüsusən, çox xüsusən və bir daha xüsusən deyək ki, cəmin nəzərində olan bizdən iltimas eləyən ağır xəstələr var ki, İmam Sadiq Əleyhisselam buyurur, çətin bir müşkülümüz olanda Allahı Əl-Yəsxərə and verin. İlahi bidən bilməzulum. 3 dəfə dedin. Ondan sonra buyurur ki, bu duanı eləyirsən ki, Allah o müşküllərə, o xəstələrə tezdən şəfa versin və onların müşküllərin həll eləməklə onları inşallah qəmdən yox, sevincdən ağlatsın inşallah. Dualarımızın qəbulluğuna, müşküllərimizin həllinə, xüsusən Ağa İmam Zaman Əleyhisselamın salamatlığına, zühurunu, təzinə, o qazilər, o şəhidlər ki, onların sayəsində bugün Qarabağ torpağında azan səsi gəlir. Bugün Qarabağ torpağında əzadarlıq olunur. Şəhidlərimizin ruhlarının şadlığına, İmam Hüseynə qovuşmaqlarına və qazilərimizin salamatlıqlarına, bu yolda maddi mənəvi zəhmət olanların da müşküllərin həlli üçün Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr eləyək. Allahümmə salli alə Muhammed və Muhammed. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد صدق الله العلي العظيم اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الحمد لله الذي ليس لقضائه ضافع ولا لأطائه مانع اللهم صل على محمد وآله الطيبين الطاهرين المعصومين سيما بقية الله في الأرضين روحي وأرواح العالمين لترابه مقدمه الفداء قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم أيها المؤمنون أوصيكم ونفسي بتقوى الله. Aziz müminlər,
özümü və siz əzizləri təqvaya dəvət eləyirəm. Allah Mütəal bizi mübarək gündə və əzalı günlərdə təqvanın əhlindən qərar versin inşallah. Hər bir ilahi mənəvi xüsusiyyət kimi təqvanın da əhli olmaq mühümdür. Çünki Allah Quran-ı Kərimdə buyurur, Allah təqvalılardan qəbul edir. O ki, Adəm əleyhissalamın övladları Habil ilə Qabilin arasında ixtilaf düşdü və Qabil Habilə paxıllıq elədi, ilk qardaş qanı, ilk haqsız cinayət orada töküldü. O paxıllığın da səbəbi naqis olan qurbanlığın üzərində idi. O ki, Habil malın seçməsindən, yaxşısından, keyfiyyətlisindən, nöqsanı olmayanından Allah yolunda verərdi. Amma Qabil zəif mal verərdi. Təbii olaraq da bu qəbul olunmaz. Ümumiyyətlə bir şey ki, əta eləyirsən, kimə nə əta eləyirsən və nəyin müqabilində alırsan çox mühümdür. O da təqvadan irəli gəlir. Adamın təqvası, Allah tanımağı qaydasında olsa, keyfiyyətli olsa, adam Allah üçün yaxşısından verər. Allah üçün yaxşısından verər. Çünki Allahdan istəyəndə yaxşısını istəyirik. Demirik Allah bizə naqabil övlad ver, demirik Allah nankör övlad ver, demirik sınıq maşın ver, demirik bədənimizin yarısı xəstə olsun. İstəyəndə yaxşısından istəyirik. Ona görə düzdür Allah öz Allahlığına görə verir. Allah bəndəliyə görə vermir. Bizim əməllərimizə görə versə Allah gərək heç nə verməsin. Nəinki nöqsanlı versin. Ki o da Allaha yaraşmaz. Bizim əməllərimizə görə verməz. Allah öz Allahlığına görə verər. Amma ki indi o Allahlıq eləyirsə biz də gərək heç olmasa ona onsuz da heç bir əməlimiz layiq deyil Allahın nemətlərinə. Amma gərək biz də yaxşısından verək, seçməsindən verək, keyfiyyətlisindən verək. İmam Zeynul Əbdin əleyhissalamın zamanında bir nəfər gəldi məsciddə tələm-tələsi namaz qıldı. Rükunu, səzdəni, bəzən görürsən təəssüf, məsələn biz salavat ayəsi oxunur namazdan sonra, təsbihin zikir subhanallah, subhanallah getdi. Heç bilmər nə deyir. Məsələn fərəz duasını oxuyur. İnsan nə qədər ki, namazdan ki, salamın dedi namazın, namazdan nə qədər ki, üzün qibliyə döndərməyib, namaz halında sayılır. Ona görə hədislərimiz, ariflər, alimlər deyirlər ki, namazın salamından sonra nə qədər ki, üzüvü qiblədən döndərməmisən, duaları bu o halda istə. Çünki hələ də namaz halında sayılırsan. Amma görürsən, namazın salamın dedi, adam qaçır. Elə fərəz duasını qapıdan çıxa-çıxa oxuyur, metroya çatanda zikri qutarır. Sonra da amma Allahdan istəyəndə keyfiyyətli bir şeylər istəyir. İmam baxdı, bu namazın qılır, tələm-tələsi, rükunu, səzdəni, salamı, təşəhhüdü qarışdırdı bir-birinə, amma namazın sonra başladı bir uzun-uzun istəməyə. Allah filan neməti ver, filan ver, cənnətin ən yaxşı yerində, nə bilim nə qədər huri ver, neçə dənə saray ver. İmam yaxınlaşdı ona, dedi ki, Adəm övladı, sən az mehriyyə verdin, amma böyük nicah istədin. Mehriyyəni az verirsən, amma nikahı böyük istəyirsən. Odur ki, Allah üçün bir şey verəndə, qurbanın da şərtlərində var məsələn. Qurbanın şərtlərində var ki, qurbanlığın nə zahiri, nə daxili bir dənə nöqsanı olmasın. Allah üçün bir dənə qurban kəsəcəksən, məsələn, buynuzu sınıq olmasın, ayağı əyri olmasın, nə bilim, daxilində bir xəstəlik olmasın, xaricində bir nöqsan olmasın, keyfiyyətli təqdim eləyəsən. Kim üçün eləyirsən? Allah üçün. Düzdür, Allah əməlin təqvasına baxır. Allah əməlin keyfiyyətinə baxır. Əməlin şərtləri vardır. Deyir, əməlin qəbul olmaq üçün 3 dənə şərt var. Əməl özü yaxşı əməl olsun, eləyən yaxşı adam olsun. Məsələn, Muaviyyə nə qədər gecə namaz qılsa xeyri yoxdur. Çünki Muaviyyədir. Çünki münafiqdir, Allahın düşmənidir. Bəli, Allah təqvalılardan qəbul eləyir. Təqvanın əhli, ona görə biz duamızın əvvəlində deyirik ki, təqvanın əhlindən olaq. Təqvalılardan qəbul eləyir Allah Teala. Bəli, deyir ki, bir əməl özü yaxşı əməl olsun. İkincisi budur ki, eləyən yaxşı adam olsun. Üçüncü şərt budur ki, niyyət yaxşı olsun. Məsələn, adam yaxşı adamdır, mömin adamdır. Əməl də yaxşıdır, namazdır. Amma özün pərdələmək üçün qılır. Qoy desinlər namaz qılır. Özün göstərir, şəkil yaradır. Bizim dinimiz şəkil dini deyil. Şəkil pərəstlər gəldilər, imtihandan çıxa bilmədilər Aşurada. Kərbəlanın neçə dənə ibrətləri var.
Bir dəstə də şəkilpərəstlərdir. Hədislərdə var ki, deyir, onların xeymələrinə, Yezid ordusunun xeymələrinə arı vızıltısı kimi Quran oxunmağından yaxınlaşmaq olmurdu. Əməl çoxdur, amma keyfiyyət yoxdur, təqva yoxdur. Təqvanın olmamağını biz harada bilirik? İmtihan olanda çıxa bilmir imtihandan. İmtihan olanda bəzi adam görsən ki, xırda bir imtihanda qaçır. Ya maddiyyatla, hərənin bir cür imtihanı var da. İndi məsələn, mən burada Hüseyn deyirəm, məsələn, sinə vururam, mən ağlayıram, əzəl saxlayıram, danışmağımla ağladıram, düşündürürəm və s. Amma bir dənə imtihan olsun, görsən, o da bayaqdan Hüseyn deyən bir dənə şimir oldu ki, cəmaət şimirə rəhmət oxudu. Hərəmizin bir dənə elə bir imtihanımız var. Birinin imtihanı qəzəbidir. Bəli, qəzəb ilahi də ola bilər, rəhmani də ola bilər. Qəzəb, yəni adamın rəhmani qəzəb necə olur? Allahın düşməninə sən qəzəbin olmasa, sən mömin ola bilmərsən. Çünki bizim Firuddinimiz və Firuddində 2 dənə bənd var. Təvəllə, təbərrə. Allahın dostu ilə dost, düşməni ilə düşmən olmaq. Nəinki İmam Hüseynə də əza saxlayasan, Yezidə də həzrət deyəsən, yox. Allah Quranda buyurur ki, Allah bir kişinin 2 çiyini arasında 2 dənə qəlb verməyib. Bir dənə qəlbi var insanın. Qəlbdə də bir dənə məhəbbət olar. Əli də yaxşı adamdır, Muaviyə də yaxşı adamdır. Burada öldürənlər də, ölənlər də yaxşı adamdır. Bu fitnədir, bu əqidə deyil, bu yol deyil. Bu məsələn iman deyil bu. Allah təqvalılardan qəbul eləyir. Təqvanın da gərək keyfiyyəti olsun. Təqva, harada bilirik biz təqvalıyı? İmtihan olanda mən öz bütümü sındıra bilirəm, mən öz İsmailimdən keçə bilirəm. Hərəmizin bir dənə qurbanlığımız var da, birinin libasıdır. Adam var, məsələn, mən görmüşəm, libasına bir dənə toz qonsun, dünyanı dağıdar. Amma namazda səy eləyir, İmam Hüseyn məclisində səy eləyir, çalışır. Adam var, məsələn, onun öz şəxsiyyətidir, öz gözəlliyidir. Onun imtihanı öz gözəlliyidir. Adam var, onun danışığıdır, özü öz danışığına o qədər məftun olub, elə bilir ki, elə özün bütləşdirib. Hərənin bir dənə imtihanı var, o imtihandan keçə bilməyəndə artıq təqvanın keyfiyyəti ortaya çıxır. Yəni, şəkil pərəstlər, zahir pərəstlər, o saqqalı xətti olsun, köynəyi uzun olsun, nə bilim, çağıranda mömin desinlər, baxanda salavat desinlər, nə bilim, rəhmani yuxular görsün, yaxşı Quran oxusun. Əgər içində bunlar özlüyündə bəli, çox gözəl əməldir. Çünki dinimizin bir zahiri tərəfi də var ki, sənə baxanda bir Allah yada düşsün, Əhl-i Beyt yada düşsün, İmam Hüseynə bir oxşarlığın olsun, ya əməli cəhətdən, ya zahiri cəhətdən. Özlüyündə çox gözəldir. Amma bunun içində nə var? İçində nə olmağın gəlirsən Aşura günü meydanda göstərirsən. Şimrin özü İmam Hüseyn Əsəlamın mübarək başın bədənindən ki ayırdı, Quran hafizi idi. Həzrət Əlinin ən yaxın adamlarından idi. Siffin döyüşündə Həzrət Əlinin ordusundan idi. Muaviyyənin ordusu onu ağır yaralamışdı. Amma gəldi görürsən ki, o çox əməllər, Allah bizdən keyfiyyətli əməl istəyir. Çox əməllər onu xilas eləmədi. Odur ki, Quran-ı Kərimdə biz mövzumuz əslində elə Məhərrəm ayında İmam Hüseyn əleyhissalamın şəxsiyyəti və fikirləri İmam Hüseynin xətti barəsindədir. Neçə dənə ayə ilə, Quran ayəsi ilə biz Kərbəlanı tanıya bilərik, işıqlandıra bilərik. Onlardan biri də Ali İmran surəsi 92-ci ayədir. Allah Teala buyurur ki, sevdiyiniz şeylərdən Allah yolunda qurban eləmədikcə, fəda eləmədikcə imanın şirinliyinə çata bilmərsiniz. İmanın şirinliyi sevdiyin şeylərdən, yaxşısından, seçməsindən. Görürsən, adam sədəqə verir, pulun əzilmişin verir, yaxşısını saxlayır. O da sənə qalmayacaq onsuz da. Onu da məsələn dükana, bazara gedəndə xərcləyəcəksən. Allah deyir, sevdiyin şeylərdən keç. Sevdiyin şeylərdən keçməsən, imanın şirinliyinə çata bilməyəcəksən. İmam Hüseyn əleyhissalamın həyatına baxın, insanın yəni təsəvvür olunmaz bir dərəcədədir onun fədakarlığı, onun qurban verməyi. O şairin bir sözü var, deyir ki, Xəlil apardı oğlunu minada eyləsin fəda,
bıçaq dayandı, kəsmədi, yetişdi qeybidən nida. Bu zibhi əzəmə, bu qurbanlığı, əzəmətli qurbanlığa mübəddəl elədi Xuda. Adı Hüseyn Fatimə, minası dəşti Kərbəla, Xəlil hayandadır görə, Xuda deyən fəda gedir. Məsələn, İbrahim əleyhissalam Hacər xanımı, Hacər anamıza dedi ki, İsmailə bəzək vur, İsmaili geyindir, keçindir, ətir vur, onu qonaqlığa aparıram. Hacər ana bilmirdi İsmail hara gedir. Amma Ümmü Leyla bilirdi Əli Əkbər hara gedir. Ümmü Leyla bilirdi Əli Əkbər hara gedir. İmam Hüseyn əleyhissalam onu meydana göndərəndə tərif eləyir. Qurbanlığı elə verərlər. O da şair deyir ki, Xəlil hayandadır görə Xuda deyən fəda gedir. Yəni Allahın o ayədə dediyi ki, İsmaili saxla, biz onu əzəmətli qurbanla əvəz elədik. Təfsirində buyurur ki, İmam Hüseyn əleyhissalamın oğlu Əli Əkbərdir. İmam Hüseyn bir dənə tərif verir Əli Əkbərə, onu meydana göndərəndə. Biraz keçir, görürlər İmam Hüseyin narahat oldu, rəngi saraldı. Xanım Ümmü Leyla deyir ki, Peyğəmbər balası, niyə narahat oldun? Deyir ki, Əli Əkbərin qabağına döyüşdə bir qüdrətli pəhləvan çıxdı, ərəbin məşhur pəhləvanlarından biri. Qorxuram ona xətər yetirə. Xanım Ümmü Leyla ağladı. İmam Hüseyin əleyhissalam deyir ki, get ona üçün dua elə. Gəldi xanım Ümmü Leyla, oğlu Əli Əkbər üçün, İmam Hüseyin əleyhissalam böyük oğludur. Xeymədə başladı dua eləmə. İlahi sənə ad verirəm Hüseynin ağaran saqqalına, Əli Əkbərdən müğayət ol. Odur ki, İmam Hüseyin əleyhissalam sevindi, deyir, hə, Əli Əkbər artıq o pəhləvana qalib gəldi. Ya Əli Əsğər olsun, ya Əbəlfəzl Abbas olsun, ya İmam Hüseyin əleyhissalam əhləyalının əsir getməyi olsun, seçmələrindən ən yaxşılarından qurban verdi, ən yaxşılarını apardı meydana ki, Allah yolundadır, yarış Allah yolunda. Onsuz da insanın bir nəfəsi var da, bir nəfəsi borcluyuq. Bugün, sabah, bir an sonra nəfəsimiz yarımçıq qalacaq, ömür tamam olacaq. Adam Quran deyir ki, israf eləmə. Ömür Allahdan başqa nəyə sərf elədin? İsrafdır da. Ömür İmam Hüseynin məclisindən kənardan nəyə nəfəs çəkdin? İsrafdır. Görürsən, adam var, deyirsən ki, gəl bir saat, yarım saat otur İmam Hüseyin məclisində, deyir ki, dünya çempionatı gedir, qaçırda bilmərəm. Qiyamətdə də İmam Hüseynin ətəyinə yapışanda deyəcək ki, o hansı adamın dalınca gelmişdin? Çünki məhəbbətin həqiqətini əməldə göstərirsən də. Əgər məhəbbət xalisdirsə, yarım saat, bir saat vaxt ayır İmam Hüseyin məclisində otur. İldə 10 gündür də çox deyil. Təqva insanın əməllərində zahir olmalıdır. İmam Hüseyin əleyhissalam həm də onu göstərir bizə ki, fədakarlığın ən yüksək dərəcəsindən. Fədakarlığın ən yüksək dərəcəsindən. Yəni, onun misli bərabər yoxdur bu fədakarlığın. Bu fədakarlığın izahı yoxdur. Ona görə insanlar qəbul eləyə bilmirlər. Biz əvvəllər o cavan vaxtı adam çox iradlar çox narahat eləyir adamı. Adam çalışır hamısına cavab versin, amma baxırsan ki, heç cavab verməyə də ehtiyac yoxdur. O irad tutanlar ki var, əksəriyyəti cahiliyindən irad tutur. Əksəriyyəti bilmirlər. O Həzrət Əli əleyhissalam ki, deyir Nəhcül Bələğədə insan bilmədiyinin düşmənidir. İçlərində elələri var ki, İmam Hüseyinlə tanış eləyirsən, ondan sonra səndən də yaxşı əzadar olur, səndən də yaxşı Hüseynci olur. Əksəriyyəti cəhalətdən irad tuturlar. Amma bir hissəsi də, deyim ki, məsələn, o Kərbəlada ox ata bilməyənlər var idi, İmam Hüseyinə nəuzubillah qarğış eləyirdilər. Daş ata bilmirdi, ox ata bilmirdi, qılınc vura bilmirdi. İmam Hüseyinə nəuzubillah kənarda deyənim qarğış eləyirdi ki, İmam Hüseyin məğlub olsun. Əlindən bir şey, indi də var həmin şeylər. Düzdür, İmam Hüseyin də, Yezid də 1400 il bundan qabaqçı bir şeylərdir. Amma təfəkkür qalır da, Hüseynçilik də qalır, Yezidçilik də qalır, ta ki qiyamətə qədər bu ikisinin mübarizəsi gedəcək. Hətta Ağa İmam Zaman əleyhissalamın Allah zühurun görməyi nəsib eləsin inşallah, öz birinci sözlərindən deyək ki, ey cəmahat, şahid olun ki, mənim cəddimi susuz qətlə yetirdilər. Gələcək deyir Kərbəlaya, düşəcək İmam Hüseyin əleyhissalamın qəbrinə, Əli Əsğər imamına götürəcək, qaldıracaq meydanayı cəmaat. Bu uşağın günahı nə idi, bunu öldürdünüz? Onun da bir tərəfi gedir İmam Hüseynə bağlanır ideologiya cəhətdən, fikir cəhətdən. Qiyamətə qədər bu iki təfəkkür bir-birinin ardınca davam eləyəcək. Bugün məsələn, deyə bilmir Nəuzubillah İmam Hüseyin haqqında, deyə bilmir xoşum gəlmir, deyə bilmir nifrət eləyirəm. Ya qorxur, ya da biraz içində
biraz bir damcı həya qalıb içində ki, daxilində deyə bilmir ki, məsələn, pisdir, demir ki, xoşum gəlmir. Bəhanə gətirir. Adam bir şey eləməyə istəməyəndə, bir şeydən razı qalmayanda bəhanə gətirir də. Deyir, yox elə 1400 ildə ərəbə ağlayırsınız. Gedin, deyir, öz şəhidlərimizi ağlayın. Gedin, ola verdiyiniz pulu verin, nə bilim, bir yetimə, bir kasıba. Onu deyənlərin əksəriyyəti heç bir dənə şəhid qapısı tanımır. Yəqin deyirəm, ha, tanımır. Soruşsan, axırıncı dəfə nə vaxt olmuşsan şəhidlər xiyabanda bilməyəcək. İl ərzində 2 milyard manat içkiyə və siqaretə pul xərclənir. Amma məsələn, 1000 nəfər həccə gedəndə heç 10 milyon eləmir onun pulu. Deyirlər ki, o ərəbə verirsiniz, gedin verin, məsələn, bir yetimə, bir kasıba. Özü restoranlarda, xarici kurortlarda yaxşı da pullar qoyur. Onda şəhid yada düşmür. Onda yetim yada düşmür. Məsələ nədir? Bu cür irad tutanlar həmin o İmam Hüseynə daş ata bilməyib qarğış eləyənlərdir. Daş ata bilmir, qılınc vura bilmir, nizə vura bilmir. Bu cür içindəki buğzu bildirir, qeyzi bildirir. Quranda onlara bəddua edir ki, mutu bi qayzikum, qəzəbinizə görə ölün deyir. Bu qəzəbinizə görə ölün. Bəli, bu iradlara da fikir vermək lazım deyil. Biz əgər ki, İmam Hüseyn əleyhisselamı sağlam təbliğ eləyə bilsək, keyfiyyətli əməlimizlə, əxlaqımızla təbliğ eləyə bilsək, o iradların çox söz özünə bağlanacaq. Bir dəstə qalacaq ki, o da tarix boyu olub, onun da olmamağı anormaldır. O, Həzrət Əleyhisselamın bir çox sözləri var ki, həyat düsturudur. Biri budur ki, deyir ki, sənin düşməni yoxsa, sən yaxşı adam deyilsən. Çox sadə, amma çox da əzəmətli bir sözdür ki, sənin düşmənin yoxsa, sən yaxşı adam deyilsən. O düşmənin olmamağı anormaldır, nəinki olmağı. Və bundan da narahat olmaq lazım deyil. Hər vasitə ilə, hər cür əlindən gələn hər şeylə heç kim eləyə bilməyənlər də dua edirdi İmam Hüseynə. Ya haqq tərəfdən, ya batil tərəfdən. Bu da qiyamətə qədər davam eləyəcək. Biz məsələ nədir? Əməlin keyfiyyətinə, İmam Hüseynçiliyin keyfiyyətinə baxmaq lazımdır. Mənim Hüseynçiliyim nə qədər keyfiyyətlidir, nə qədər təqvalıdır, nə qədər mərifət var, imamı nə qədər tanıyıram, mən o əzasında əyləşmişəm. Çünki o hədislərdə deyilib, bəli, deyir, milçəyin qanadın istadacaq qədər olsa sənin göz yaşın İmam Hüseyn matəmində bütün günahların bağışlandı. Xanım Zəhra salamullahi əleyha əlində bir qab düşər əzadarların ardınca onların göz yaşını yığar, qiyamət günü Allaha şahid gətirər o göz yaşın. Bəli, nə cür olsa, nəinki, məsələn, biz hansısa bir filmə baxırıq, ağlayırıq. Təsir edir insana. Adam və hansısa bir nəğmiyə qulaq asır, ağlayır. Adam var, teatra qulaq asır, ağlayır. Burada bir savab yoxdur. Niyə? Çünki o mübah işdir də. Ümumiyyətlə, bizim işlərimizin neçə dənə hökmü var? 5 dənə hökmü var şəriətimizdə. Bir şey eləyiriksə, ya haramdır, ya vacibdir, ya müstəhəbdir, ya məşruhdur, ya da mübahdır. Mübah ona deyərlər ki, savabı da yoxdur, günahı da yoxdur. Ancaq, məsələn, mübah əməli müstəhəbbət çevirmək olur. Məsələn, su içmək mübahdır. Əvvəlində Bismillah desən, axırında Elhamdülillah desən, o olur müstəhəb. O digər cür ağlamaqlar, digər fason ağlamaqlar, onlar mübahdır. Onları müstəhəb eləmək üçün gərək hər bir əməlimizi soruşacaqlar. Allahın dərgahında deyir, yarpaq əssə yerə təsir qoyur, aləmə təsir qoyur. Hamısını soruşacaqlar. O cümlədə ağlamaq, filan mahnıya niyə ağlayırdın? Gəl deyən ki, xoşum gəlirdi. Amma İmam Hüseynə ağlamağımız da ondan fərqi olsun deyə içində gərək təqva da olsun, məlumat olsun. Aşpaz nə qədər yaxşı aşpaz olur olsun, yeməyə duz qatmasa, soğan qatmasa dadı olmayacaq. Yeməyin, bizim əməlimizin o duzu, İmam Hüseynə elədiyimiz əməl, özü yaxşı əməldir. Ağlamaqdır, əza saxlamaqdır, sinə vurmaqdır. Onun duzu, onun dadı həmin o mərifətlə təqvadır. İmamı nə qədər tanıyırsan, Allahı nə qədər tanıyırsan, nə qədər günahdan qaçırsan, əməlin o qədər faydalıdır. Savab baxımından da, sənə laqiva təsir baxımından da. Günahdan çəkinirsən, yalan danışmırsan, haqq kəsmirsən,
Adam var məsələn işində, evində şimirdi, çölə çıxanda baxsan nurundan məsələn adam qaçıb gizlənir. Evdə amma şimirdi. Uşağı bir cür təhqir eləyir, xanımı bir cür incidir, işində bir cür haqq kəsir. Amma gəlsin İmam Hüseyin məclisində elə ağlasın, heç belə olmayan kimi. İmam Hüseyinə əzadarı Quranların birincisi çox təəccüblüdür, Yezidin özü olub. O ki peşman oldu, əsirləri, Əhl-i Beyti Şama əsir aparandan sonra, onlara o cür zülm eləyəndən sonra axırda zahirdə də olsa peşman oldu və şərait yaratdı. Böyük bir, belə deyim də, bir mərkəz verdi, bir məkan verdi ki, İmam Səccada gedin orada əza saxlayın, əzadarlıq eləyin. Sonra əzadarlığın səsindən narahat oldu, onu da qabağını aldı. Və hətta tarix yazır ki, Şimrlə Yezid ömür boyu bir-biri lənətlədilər ki, İbn Ziyadla Yezid. O deyirdi, mən eləmədim, sən məni məcbur edin, Peyğəmbər balasını öldürməyə, bu dedi, sən elədin. Məsələ nədir? Məsələ əməlin yenə qaydırıq o məsələyə keyfiyyətidir. Allah yalnız təqvalılardan qəbul eləyir. Təqva olmayandan sonra əməl sənə fayda verməz. Bir damcı yox, məsələn, heç bir vedrədə ağlasın, xeyri yoxdur. Təqva olmayandan sonra, sənə baxanda İmam Hüseynə oxşamayandan sonra xeyri yoxdur. Amma məsələn, ağlamaqdan bir yana, hədisdə deyir ki, özün ağlamağa oxşatsa, kim ağlasa, ağlatsa, özün ağlayanlara oxşatsa, yəni özün göstərmək digər hallarda bəyənilmir. Hansı bir ibadətdə olsun, ya adi məişət işlərində olsun, özün göstərmək bəyənilmir. Amma İmam Hüseyin məclisində istisnadır. Özü ağladanlara oxşatsan, elə başını salırsan, üzüvü tutursan, ağlamaq eləyirsən. Ya oxşadırsan, ya ağlayırsan, ya elə başını salırsan aşağı ki, mən də özümü bu hissəyə oxşadım. Baxın, tarixdə rəvayət olunur ki, o ki, Musa əleyhissalam Allahın izni ilə, Allahın elmi ilə dənizi yardı, özü və Bəni İsrail keçdilər dənizi, ardınca gələn Firon ordusu ilə bir yerdə qərq oldu. Allah Teala Musa, Fironun orada üzr istəyirəm, təlxəyi var idi. İndi klon deyirlər ya, məsələn. Onu xilas elədi, onu qərq eləmədi. Musa əleyhissalam təəccüb elədi, Allah, bu da onun xidmətçilərindəndir, bir tağutun adamlarındandır. Bunu nə əcəb xilas elədin? Deyir ki, ya Musa, bu Fironu güldürmək üçün özün sənə oxşadırdı. Özün mənim dostumu oxşadanı mən həlak eləməkdən həya elədim. Fironu güldürmək üçün özün sənə oxşadırdı, Firon gülürdü deyir. Özün sənə oxşatdığına görə həya elədim onu həlak eləməkdən. İndi sən özünü İmam Hüseyin əzadarına oxşadmaq istəyirsən. Hələ əzadarısan, onu indi Allah bilir, imam bilir. Oxşadırsan, Allahın sənə çox böyük bir rəhməti var. Çox böyük bir rəhməti var. Heç onun bənzəri yoxdur. Misli bərabəri yoxdur savab baxımından, Allah yanında o əməlin əzəməti baxımından. Ki, nə qədər sübutlarımız var tarixdə, İslamdan qabaqçı ümmətlərdə, bəzilərində, hətta Peyğəmbərlərin başına gələn hadisələrdə Kərbəla müsibətinə ağlamaq var. Musa əleyhissalam hədisi qüdsüdə keçir, Musa əleyhissalam Kərbəla torpağından keçəndə yıxılır, dizi qanıyır. Adəm əleyhissalam ki, o Allah yer üzərinə cənnətdən çıxartdı, yer üzərində gəzirdi, Kərbəladan keçəndə başladı ağlamağa. Qəlbinə bir qəm daxil oldu, başladı ağlamağa. Allah inşallah bu günün ehtiramına siz əzizlərə, gedməyənlərə, gedənlərə nəsib eləsin. İmam Hüseyin əleyhissalamın hərəminə daxil olursan, bir dənə sıxıntı gəlir adamın ürəyinə, az qalır ürəyin patlasın. Ona görə alimlər, ariflər deyirlər ki, hərəmdə çox qalmayın. Yəni, biraz ayıq adam olsa, biraz təqvalı, biraz imanı saf olsa, adam yəni dayanmaq mümkün deyil. Hətta var idi nə qədər adamlar, biz özümüz də şahid olduq keçənlərin birində, adam ürək partladı, öldü, dayana bilmədi, havalandı. Niyə? Oranın adı ki, Kərbəladır. Məsələn, ərəb dilində neçə dənə qəm var. Bizim bildiyimiz qəm var, o da ərəb sözdür, hüzün var. Bir də kərb var. Kərb insanın qəlbini elə sıxır və onun da çarəsi ancaq Allahın əlində. Görürsən, hər bir insanın başına gəlir, nə ailəyə, nə bilirsən, nə övlada deyə bilirsən dərdi və nə dosta, nə valideyni, heç kimə. Bir sıxmaq sıxır ki, dilə gəlmir, deyə bilmirsən, izah eləyə bilmirsən. Ona ərəb dilində deyirlər kərb. Kərb vəlbəla, torpağın adı elədir. Ərazinin adı elədir.
Onun da sıxıntısı ancaq Allahın əlindədir, çarəsi ancaq Allahın əlindədir ki, o sıxıntını aradan aparsın. Odur ki, İmam Hüseyin əleyhissalam gəldi, adları soruşdu, Kərbəla adına çatanda həmin yerin, deyir ki, Əuzu billahi minəl kərbi vəl bəla. Bu qəmvən sıxıntıdan və bəladan Allaha sığınıram. Bu cür nə bir məkandır ora. Sən daxil olursan əzadarlığa, ona görə ariflər deyiblər ki, İmam Hüseyin məclisinə gələndə deyin ki, Kərbəlaya gedirəm. Meydandır da Kərbəladır. İmam Hüseyini də özümüzlə gətirmişik Yezdidə. Hansıdır? Deyir, nəfs Yeziddir, ruhu, ağlımız da İmam Hüseyindir. İndi bu ikisinin arasında dava gedir, müharibə gedir. Sən də gəlmirsən meydana, Kərbəla meydana. Oğul odur ki, orada Yezidi öldürsün, nəfsini öldürsün. Nəfsini öldürsün, İmam Hüseyin onu azad eləsin. Ağıl, hədislərimizdə var ki, ağıl barəsində buyurulur ki, ağıl insanın daxilindəki peyğəmbərdir. İnsan ağlına itaat edirsə, ancaq ağlın vəzifəsi şuurla ağrı bəzən qarışdırırıq. Şuur budur ki, məsələn, insan palçıqlı yerdən keçəndə kənardan keçəcək, palçığın içinə girməyəcək. Nə bilim, qəzalı yerdən keçəndə dayanacaq, gözləyəcək qəza aradan geçsin. Nə bilim, bir isti şey var, ocağın üstünə onu götürməyəcək. Ona deyirlər şuur. Bu digər canlılarda da var. Ağıl ancaq insandadır. Ağlında, bəli, ağlı tərif edir İmam Hüseyin. Nəfs Yeziddir, ağıl da İmam Hüseyindir. İndi sən gəlmirsən əzadarlığa, yəni Kərbəla meydanına. Orada odur ki, müvəffəqiyyət budur ki, insan Yezidi öldürsün, İmam Hüseyini yox. Biz bilmədən nə qədər İmam Hüseyini öldürürük? Nəfsimizə itaat eləməklə, nəfsimizə xoş gələn şeyləri eləməklə, nəfsin istəklərini yerinə yetirməklə. Çətindir, çox çətindir. Bəli, çox çətindir, amma şərafətlisi də budur. Odur ki, deyirlər, bizim yolumuz tikanlıdır, ayağın sevən gəlməsin. İmam Hüseyin yolunda o qədər tikanlar var, o qədər maniyələr var, o qədər sıxıntılar var. Amma ən şərafətlisi də budur. Ən şərafətlisi də budur. Odur ki, gərək diqqətli olaq, gərək ehtiyatlı olaq bu barədə. İmam Hüseyin əleyhissalamın şüarları barədə İmam Sadiq əleyhissalam deyir ki, Əhyu əmrana, rəhimallahu mən əhya əmrana. Bizim işimizi diri saxlayan Allah, bizim işimizi diri saxlayana rəhmət eləsin. Allah'a and verək, İmam Hüseyin əleyhissalamın ehtiramına inşallah bizi Əhl-i Beytin işini diri saxlayanlardan qərar versin. Dualarımızın qəbulluğu üçün bu məclisdə elədiyimiz əməllərin, bu məclislərdə iştirakçılarımızın keyfiyyətli olmaq üçün və təqvamıza, əxlaqımıza Hüseyni təsir qoymaq üçün salavat zikr eləyək. Allahümme salli Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahus samad. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ehad. Sadaqallahul aliyyul azim.